Salam, hər vaxtınız xeyir uşaqlar. Bugün sizlərlə Çinar 5-ci sinif riyaziyyat test toplusundan nötr ədədlərin toplanması və çıxılmasına aid test 11 və test 12 izahını sizlərlə paylaşacağım. İzaha keçməmişdən öncə sizdən belə bir xahiş edeyim ki, əgər kanala abunə deyilsinizsə, abunə olmağı, videolar sizə faydalı gəlirsə bəyənməyi unutmayın. İndi isə başlayaq izahımıza. Sualımıza deyilir ki, azalan 21.563 fərq 10.742 olarsa çıxılan tapmış olar. Biz çıxılan tapmaq üçün azalandan, yəni 21.563 ədədindən 10.742 ədədini çıxmalıyıq. Çıxaq uşaqlar 3 çıxsın 2, 1, 6 çıx 4, 2, 5-dən 7 çıxmaq olmur. 1-dən 1 onluq verirsək, 15-dən 7 çıxanda 8, burası 0 qaldırır. 0-dan 0 çıxanda 0, 2 çıx 1, 1, 10.821 düzgün cavab C variantı. Müəllim lövhədə 62.356 ilə 18.239 cəmini yazdı və bizdən bu cəmi istəyir. Yəni biz toplamalıyıq, toplayaq uşaqlar. 6 üstə 9, 15, 5 yazıram bir yadda. Kənardan yazın, 5 yazırıq bir yadda. 3 üstə 5, 8 o da bir yadda 9. Sonra 3 üstə 2. Baxın bu 3 ilə bu 2'ni toplayıram 5. 2 üstə 8, 10, 0 yazıram bir yadda. 6 üstə 1, 7 o da bir yadda 8. Düzgün cavab B variantı. Şöyle fərq neçədir? Altıda çıxsa daha rahat olar bizim üçün hesablamaq. 32.972-dən 1534 uşaqlar çıxsa, 2-dən 4 çıxmaq olmur. 1 onluq verdik. 12 çıx 4, 8. Burada artıq 6 qaldı. 6-dan 3 çıxanda 3. 9-dan 5 çıxanda 4. 2-dən 1 çıxanda 1. Burada 3 də qaldı. Yəni 31.438 düzgün cavab A variantı. Deyir ki, toplananlardan biri 1351 cəm 1865 olarsa digər toplanan neçədir uşaqlar? Əgər bizə digər toplanan verilmirsə, yəni mən 351 ilə bilmədiyim toplanan cəmi bizə 1865 verir. Məhsul toplananı tapmaq üçün 1865-dən 1351-i biz çıxmalıyıq. Çıxsa uşaqlar 5-dən 1 çıxanda 4, 6-dan 5 çıxanda 1, 8 çıxsın 3, 5, 514 deyə bir cavab baxaq. Variantlarda yoxdurmu? Yoxsa səhv çıxdıq. Bir dəqiqə. 4, 1, 5, 514. Yəni ki, burada D variantı düşür ixtisara. 514 D variantı. Yəni ki, D olar. Uşaqlar deyir ki, A üstə gəlsin B 4325 olarsa A üstə gəl 75 üstə gəlsin B-nin cavabını tapıb. Uşaqlar biz bilirik ki, toplamanın qruplaşdırma qanunu var. Biz burada A ilə B-ni bir qruplaşdıraq. 75 isə ayrı qruplaşdıraq. Kənara yazaq. Olsa bizə A-nın yəni A ilə B-nin cəmi verilmişdir. 4325 qoyduq yerinə. Üzərinə 75 gələndə alırıq. 4400. Düzgün cavab C variantı. Uşaqlar deyir ki 65.555 cəmi yəni ədədi 54.444 ədədindən nə qədər çoxdur? Çıxmalı əlbəttə ki 1. Yəni 11.111 düzgün cavab burada D verilib. Amma bəs C variantını, çünki PDF uşaqların mənə atdığı şəkillərdə biraz uşaqlar üzərində yazmışdı. Yəni mən bu şəkil çevirmişəm. Ola bilər çevirmə zamanı süni intellekt səhvlərə yol verib. Mən də diqqətinə baxmamışam testlərə. Yəni cavab düzgün cavab 11.111. Hansı variantı bilmirəm. Burada D verilib. Ola bilər ki, burada D-dir. 7-ci sual. Uşaqlar, biz ilk öncə bir misalda möhtərizə varsa, möhtərizənin için həll eləməliyik. Həll eləyək. Yəni 30.154-dən 20.103-ü çıxmalıyıq. Çıxsaq,
1, 5, 0, 0, 1. Üzerine de 669 uşaqlar gəlsək, 1 üstə gəl 9, 0 yazıram, 1 yada, yəni 10 eləyir. 5 üstə gəl 6, 11, o da 1 yada 12, 0 üstə gəlsin 6, 6 da 1 yada 7, 0, 1. 10.720. Düzgün cavab A variantı. Deyir ki, hansı doğru deyil uşaqlar? A variantı da doğrudur, çünki toplamanın qruplaşdırma qanunundan istifadə edib. B variantı da doğrudur, çünki toplamanın yerləşmə qanunudur. D variantı da doğrudur, yəni toplamanın qruplaşdırma qanunudur, amma fərq üçün biz qruplaşdırma və yaxud da yerləşmə qanunu deyə bir şey yox olmadığına görə C variantı yanlışdır. Deyir ki, azalan 6589 çıxılan 4325 olarsa fərq, baxaq görək bu fərq neçədir. Çıxırıq 4325-i, çıxırıq 9 çıxsın 5, 4, 8 çıx 2, 6, 5 çıx 3, 2, burada 2. Deyir ki, bu fərq, yəni 2264 ən kiçik 3 rəqəmli ədəddir. Ən kiçik 3 rəqəmli ədəd neçədir? 100'dür. Yəni 100-dən neçə vahid çoxdur? Ona görə 100'ü çıxmalıyıq. 4, 6, 2 çıx 1. 1, 2 də qaldı. 2164. Düzgün cavab B variantı. 10-cu sual. Sualımızda deyək ki, ədədlərinin cəmi onların fərqindən neçə vahid böyükdür? Yəni ilk öncə bir cəmi tapmalıyıq. Gəlin tapaq. 7536 ilə 2434-ün cəmi toplayaq. 6 üstə gəlsin 4, 10, 0 yazın 1 yadda, 3 üstə gəl 3, 6 da 1 yadda 7, 5 üstə gəl 4, 9, 7 üstə gəl 2, 9. Cəmimiz çox bəllidir. Artıq bir də fərqini hesablayaq. Çıxırıq 2434-ü. 6 çıxsın 4, 2, 3 çıx 3, 0, 5 çıx 4, 1, 7 çıx 2, 5. Yəni artıq biz ədədlərin fərqini tapmalıyıq. Çıxaq. Yəni 9970-dən 5102-ni çıxsaq uşaqlar, 0-dan 2 çıxmaq olunur. 1 onluq qonşudan verdik. Ondan 2 çıxanda 8. Artıq burada 6 qalmışdı. 6-dan 0 çıxanda 6. 9 çıx 1. 8. 9 çıx 5. 4. 4868 düzgün cavab A variantında verilib. 11-ci sual deyir ki, K 354 olduqda ifadənin qiymətini hesablayın. Biz gətirib K-nın yerinə qiymətini qoymalıyıq. 856 çıxılsın. 354 üstə gəlsin 126. Sonra ilkini biz mötərizənin içini hesablamalıyıq. 354-ün üstündən 126 gələndə alırıq. 480. 856-dan 480 çıxsaq. Şöyle çıxaq. 6 çıx 0, 6. 5-dən 8 çıxmaq qonşudan verdik. 1 onluq. 15 8, 7. Artıq 8 yox. Burada 7 qaldı. 7 çıx 4, 3. 376 düzgün cavab C variantı. Deyir, 12-ci sualda ən kiçik 3 rəqəmli ədədin rəqəmləri. Ən kiçik 3 rəqəmli ədədin rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli ədəddən çıxsa fərq neçəyə bərabərdir? Rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli ədəd 98756-dır. Bundan neçə çıxırıq? Ən kiçik 3 rəqəmli ədəd, yəni 100-ə çıxırıq. Müxtəlif demirmi? Xeyr, demir. 6, 5, 6, 8, bir də 9. Düzgün cavab 98656. 98856 yəni D variantında falan olar. Düzgün cavab budur. Test 12-cinə keçdik artıq. Sonra bir toplamaya əsasən A üstə gəl, B üstə gəl, C cəmi neçədir? Tamam. Baxaq. Uşaqlar. 7 üstə gəl 8, 15. 5 yazıram 1 yadda. 5 üstə gəl 4, 9 da 1 yadda 0. Yəni C-imiz 0-dır. Uşaqlar, A ilə 1'i toplamışam. Axı 1 də yadda var artıq burada.
Onun cavabı 0. Demək ki, A-mız 8 imiş. 8-dən mən 1-i toplamışam. 9, o da 1 yadda 10. Yəni A 8-dir. B-ni tapaq, uşaqlar. 1 də yaddamız var. 1 üstə gəlsin 1, 2, 2 üstə neçə gəlsin 4 eləyər, əlbəttə 2 eləyər. Bu zaman B-miz də 2-dir. A plus B plus C cəmi ona bərabər. Düzgün cavab B variantı. Uşaqlar, deyir ki, üçbucaq üstəgəl kvadrat üstəgəl dairə 19-a bərabər və cəm neçədir? Uşaqlar, mən əlbəttə ilk olaraq qruplaşdırma qanununu istifadə etməliyəm. Baxaq. Uşaqlar, qruplaşdırma qanunu, yəni üçbucağı, kvadratı, dairəni bir qruplaşdırdım. Və verilən ədədləri, yəni üstə gəlsin 10.500, üstə gəlsin uşaqlar 9.500, daha rahat olacaq toplamaq. Üstə gəlsin, bir də 2090. Baxaq uşaqlar. Ulduz kvadrat, üçbucaq kvadrat dairənin cəmi 19-dur. Uşaqlar, 10.500 üzərinə 9.500 gələndə alırıq. Neçə? 20.000. 20.000 üzərinə 2090 gələndə alırıq 22.090. 22.090 üzərinə 19 gələndə alırıq 23.109. 23.109, baxaq uşaqlar hansı variantdadır? Baxaq, bir dəqiqə buranı silək. D variantında. Düzgün cavab D variantı. Mən buradan Wi-Fi bağlayayım. Üçüncü sual. Deyir ki, məktəbimizdə 1145 oğlan, oğlanlardan 347 nəfər çox qızı var. Bunun sonra biz qızdan sayı tapa bilərikmi? 1145-dən 372 nəfər çoxdur qızlarımızın sayı. Baxaq, toplasaq. Çox demək, yəni toplamaq deməkdir. 7, 4 üstə gəl 7, 11, 1 yazıram, 1 yadda, 3 üstə gəl 1, 4, o da 1 yadda 5. Yəni bizim qızlarımız 1517 nəfərdir. Cəmi neçə şagird deyirsə, yəni biz qızlarla oğlanların sayını toplamalıyıq. Yəni qızlarımız 1517-dir, oğlanlarımız 1145-dir. Uşaqlar, bulan cəmini hesablasaq. 7, 5, 2, 1 yadda, 6, 6, 2, 2662. Düzgün cavab D variantı. Dördüncü sual. Deyir ki, rəqəmlərin müxtəlif ən böyük 5 rəqəmli ədəddə. Tamam. 98.756, 765-dən üzr istəyirəm. Çıxırıq neçəni? Neçəsi çıxsaq, deyir 89.012 alınır. 89.012 çıxsaq alınacaq elə. 3, 5, 7, 89 çıxmaq olmuşaqlar, 1 onluq verdik. 18 çıx 9, 9. Yəni, düzgün cavab 9753. Düzgün cavab A variantı. 4 rəqəmli ən kiçik ədədlər, rəqəmləri müxtəlif ən böyük 4 rəqəmli ədəd arasında. Bir dəqiqə, rəqəmləri ən kiçik. 4 rəqəmli ən kiçik ədədlər. Şunlar, yəni o minli. Minli. Rəqəmləri müxtəlif ən böyük 4 rəqəmli ədəd. Fərqli neçədir? Yəni, çıxaq 6, 7, 8, 8. Düzgün cavab C variantı. Deyir ki, 5 10 minlik, yəni 10 min etmək, yəni 5-i 10 minə vurmaqdır. Yəni, edir 50 min. 50 min. Üzərinə 7 min, yəni 7 min gəlirik. Sonra üzərinə 200-lük və 3 təklik. 3 toplasaq 0, 2, 7, 5. 57.203. Düzgün cavab D variantı. 7-ci sual. Adil birinci gün 3464 manat, ikinci gün 1089 manat, üçüncü gün isə 2 günün cəmi qədər pul qazanılır. Üçüncü gün nə qədər pul qazanacaq? 2 günün cəmi neçə eləyir? Baxaq, 3464 ilə 1089 eləyir. Baxaq, uşaqlar, toplasaq cəmi 3 yazıram 1 yadda, yəni 13 3 yazıram 1 yadda, 14 o da 1 yadda, 15 5 yazıram 1 yadda, bura 5 4.
4553 manat 3-cü gün pul qazanır. 3 gündə cəmi nə qədər pul qazanır? Uşaqlar 3 gündə qazandığı pul, yəni 3464 üstə gəl 1089 üstə gəlsin 4553-ün cəmini istəyir. Uşaqlar, o zaman mən bu cəmi tapdım ki, bura 4553 idi. Və 4553 ilə 4553-ü toplasaq, uşaqlar, yəni toplayaq elə burada 6 0 yazıram 1 yadda, 5 üstə gəl 5 10 yazıram 1 yazıram. Yəni 1 əlavə edirəm. 11 1 yazıram 1 yadda, 4 4 8 oldu 1 yadda 9. Düzgün cavab 9106 C variantı. Deyir, rəqəmlərini istifadə etməklə bir dəfə istifadə etməklə yazıla biləcək 5 rəqəmli ən böyük ədəd. Şöyle 5 rəqəmli ən böyük ədəd. Baxın, ən böyük 8, 7, sonra 4-dür, 3-dür, 0-dır. Ən kiçik ədəd isə şöyle 3-dən başlayacağım. Çünki 0 qoya bilməm, 0-dan rəqəm ədəd başlamır. 0, sonra 4, sonra 7, sonra 8. Bunların fərqini istəyir, yoxsa cəmini istəyir? Fərqi. Çıxaq uşaqlar. 0-dan 8 çıxarmıram. 10-dan 8 çıxanda 2. Qonşudan 1 onluq vermiş 12. 2. 2-dən çıxa bilmirəm 7. 1 onluq gəlin gətirib buradan verirəm. 12-dən 7 çıxanda 5. 3-dən 4 çıxa bilmirəm. 7-dən 1 onluq verdim. 13-dən 4 çıxanda 9. Burada 6 qalmış. 6-dan 0 çıxanda elə 6. 8 çıx 3 5. 56952 düzgün cavab B variantı. Fərqli 4 rəqəmli 3 ədədinin cəmi 25000 olduğuna görə bu ədədlərin ən kiçiyi neçədir? Uşaqlar, mən ən kiçiyini tapmağım üçün mən ən böyüklərin nə olduğunu bilirəm. Çünki ən böyüküm 9999-dur və fərqliliyinə görə 9998-dir. Bu ikisinin cəmini taparam. Ümumidən ikisini, yəni birinci və ikincinin cəmini çıxarım. Hesablayış olar 7, 9 8 9 18 oldu bir yadda 19, 9 9 18 oldu 19, burada 19. Tapdım ki ikisinin cəmi 19997-dir. 25000-dən 19997-ni çıxsam, baxaq uşaqlar, 5-dən qonşularına bir pay versəm, 10 çıx 7, 3, 0, 0, 4-dən 9 çıxmaq olmur. Qonşusundan çoxlar versəm, 14-dən 9 çıxanda, 14 çıxılsın 9, alırıq 5. Düzgün cavab 5003. 5003. Yəqin ki, testlər niyə çevrəndə belə səhv edib, bu vaxta qədər heç bir testlər səhv edilməmişdi. Süni interakt ola bilər nəsə. Şöyle deyir ki, verilmiş toplamaya görə A üstə gəl B üstə gəl C cəmi neçədir? Baxaq uşaqlar. Baxaq. Mən 4 ilə nəyi toplasam? Mən sonu 1 verir. Əlbəttə 7-ni toplasam 1 yazıram 1 yadda. 6 üstə gəl 7. 7-dən neçə toplasam sonra 0 verir. 3 toplasam 0 yazıram 1 yadda. 2 üstə yazsın 5, 7, o da 1 yadda 8. Yəni A7, B3, C8, düzgün cavab 18, B bəndi. 11-ci sual. Deyir ki, kəndli əkdiyi 10.000 kiloqram məhsulun 1326 kiloqramını birinci gün, 3217 kiloqramını ikinci gün, 865 kiloqram üçüncü gün satdı. Nə qədər məhsul qaldı uşaqlar? Nə qədər məhsul qalmanı tapmaq üçün mən 3 gün toplamalıyam. Neçə eləyir? Toplayaq. 1326, 3214, 865. Toplayaq uşaqlar. 6-sı gəl 4, 14. 5, 15, 5 yazıram 1 yadda. 0 yazıram 1 yadda. 4 yazıram 1 yadda. Bu da 5. 5405. Yəni 10.000-dən mən 10.000-dən nə çıxmalı? 5405-i çıxsaq uşaqlar. 10-dan 5 çıxanda 5, 9-dan 0 çıxanda 9, 9-dan 4 çıxanda 5, 9-dan 5 çıxanda 4. Düzgün cavab A variantı. Və nəhayət sonuncu sual. Bir verilmiş çıxma əməlinə görə A və B-ni təyin edək uşaqlar. Eləyək. Baxaq. 8-dən 6 çıxıram. 2, 3-dən 5 çıxmaq olmur. Bax, bu qonşudan verməliyəm. 13-dən 5 çıxanda
8. Sonra 2 çıxanda 7 alıram. 2 çıxanda şu olar. 9'dan 2 çıxsam olar. 9'dan 2 çıxanda. Amma 9'dan 2 çıxmaq üçün bir onda verir. Ben 8'den 2 çıxmaq. Demək ki olmur. 9'dan 2 çıxmaq. Demək ki artıq şu olar. Burası 0 imiş ki. Mən baxın bu 2'den bir onluq vermişəm ki ora 10 olub. Ondan da bir onluq 3'e vermişəm. A'mız 0'dır. Tamam. İndi şu olar 2'den. Yəni burada artıq 1 qalır. 1'den neçə çıxanda 2 qalır. Evet elə 9 çıxsam olar. 11'den 9 çıxanda 2 qalır. Tapdım ki B'miz 9'dur. A'mız 0'dır. Bu cəmli 9'un özünə bərabər. Düzgün cavab D variantı olar. Artıq biz 11, test 11 və 12'nin bütün testlərin izahını verdim. Bu sonuncu sual idi. Hələlik. Gələn testlərdə görüşənədək.